Bu səhv yaşı ailəsidir. Bu ailəyə gəlib yemək yeyən qonaq mütləq səhərsi gün mədəsini yuduzdurur. Uşaq hər dişlərinin şotqalanması damağına qan gəlir, onun damağı qanlayır. Deyirəm, bəlkə həkimə göstərək. Şotqalamasın dişlərini. Mən şotqalamıram, yumuram dişlərimi, ölmürəm ki. Başa düşmürsən? Başa düşmürsən nə deyirəm? Deyirəm ki, uşağın damağı qanlayır. Həkimə göstərməliyik. Böyük problemdir, damağın qanlayır. Uşaqlıqda mənim ağız burnumu bizdən nə qədər patladım, qanladıblar. Ne kimi, nə çox gündən qonşu fikrət. Nə? Olan şeydir yəni, böyük şeydir. Gərək bunlarla danışırlar. Yaşa. Yaşa, çox yaşa. Əvvəlin insan orqanizmində bir çox xeyri var. Misal üçün, damaqda qan axma zamanı əvvəliyi qaynadıb ağzı qarqara eləmək lazımdır. Elə bil ki, orada əvvəli görmüşdüm mən. Var. Gətir onu qaynadaq. Oğlum. Gəl bura. Əvvəli verin. Deyəm. Al mama qurban, al Can Polad. Al, yaxşı, qarqara. Dur ayağa. Nə qarqara? İç bunu. İç. Nədir qarqara? Sən nə qədər pul vermişsən mənimlə əvvəliyə? Yeb abisi türəcək indi oraya. Yazım deyil. İç. Papa. Pısımıllah. Yavaş danış da. Öyle vahiməli sesin var. Nasıl tüşlərin biz durur. Adam balası kimi danışda bir sesin çıxsın. Nə deyirsən? Belə. İç bunu. Birdən qarnım ağrıyar. Nə qarın ağrıyar bu? Bunu içmək lazımdır. Внутренний применение. Bax. Az miqdarda qəbul etdikdə qarın ağrısı və mədə pozuntusunun qarşısı alınır. Gördün? İndi mən özüm də içəcəm bunu, bax. Düzdür, araq deyil, amma bu da yaxşı. Get bir də dəmlə bunu, gəl. Şimdən çox olar, bir axşama kimi içirik. Amma unutmayaq ki, əvvəliyi həddindən çox qəbul eləmək mədə bağırsağa əks reaksiya verə bilər. Can Polad, əvvəlidən oldu bu uşaq. Səfərdə əvvəlidən oldu bu uşaq. Eşinizdə böyle bir stəkan əvvəliyi. Əvvəlidən ola bilməz, mən də əvvəli içmişəm də. Nə olur ki, məndə heç nə yoxdur. Can Polad! Can Polad! Sən get qonşuya, mən qonşuya gedə bilmərəm. Fikrətə borcum var mənim. Qurban olum. Nə oldu biz?